Salam əziz dostlar, əziz tamaşaçılar. Məsəd Şairlər Məclisi sədri bugün Azərbaycanda keçirilən Ümumi Dünya Şəhər Salma Forumunun 13-cü sessiyasının qurtuluş tədbirindədir və burada çox möhtəşəm bir tədbiri yekunlaşdırır Azərbaycanımız. Beynəlxalq səviyyəli çox böyük bir tədbir yekunlaşır. Ona görə mən Azərbaycanımızı, Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm ki, belə gözəl, belə möhtəşəm bir tədbirə imza atdıq və mən çox sevinirəm ki, Azərbaycanımız belə möhtəşəm tədbirlərə imza atır və hazırda Hikmət Hacıyev zalımızdadır. Burada çıxış edir Anar Quliyev və bir çox dövlət rəsmiləri. Ona görə bütün hər kəsə, xalqımıza, hər kəsə uğurlar diləyirəm. Fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam və bizim Azərbaycanda keçirilən tədbirlərdə Azəri xalqımızın belə möhtəşəm iştirakından çox məmnunum. Var olsun deyirəm, sağ olun deyirəm və bu möhtəşəmliyə imza atdıq beynəlxalq səviyyədə. Ona görə biz hər birimiz fəxr edirik.